Salam. Abşeron rayonu Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin biologiya müəllimi Leyla İsmailova. Bugün biz bitkilərin həm yerüstü, həm də yeraltı şəkil dəyişmələrindən danışacağıq. Bitkilərin yerüstü şəkil dəyişmələri. Xarici mühitin təsirində bitkilərin yerüstü orqanlarında müəyyən dəyişikliklər baş verir və beləliklə şəkil dəyişmələr baş verir. Şəklini dəyişmiş orqanlara bığcıq, tumurcuq, tikan, tutucu orqan və s. aid ola bilər. Suyu az buxarlandırmaq üçün kaktus, zirinc, ağ akasiya bitkilərində yarpaqlar kiçilərək tikanlar, şamda iynələr, sərvdə pulcuqlar əmələ gətirir. Tikanlar cır armud, murdarça və yemişan bitkilərində də müşahidə edilir. Lakin bu tikanlar yarpaqlardan deyil, bitkinin qısalmış zoğlarından yaranır. Yarpaq və ya gövdələri tikana çevrilən bitkilər suyu az buxarlandırmaqla bərabər həm də heyvanlar tərəfindən yeyilməkdən mühafizə olunur. Bəzi bitkilərin gövdəsi zəif olduğu üçün onlar bədənini sərbəst surətdə dik saxlaya bilmir. Gövdəni işığa çıxarmaq üçün onların gövdə və ya yarpaqlarından dayaq ətrafında burula bilən xüsusi uyğunlaşmalar, bığcıqlar əmələ gəlir. Gövdə mənşəli bığcıqlara üzüm, qarpız, yemiş, boranı bitkilərində rast gəlinir. Noxud və lərgədə uc yarpaqlar dayağa dırmaşmaqla əlaqədar bığcığa çevrilmişdir. Bu bığcıqlar yarpaq mənşəlidir. Ehtiyat su toplama. Quru və isti yerlərdə yaşayan kaktus, Afrika südləyəni kimi bitkilərin gövdələri, aloe və agavanın yarpaqları şəklini dəyişərək su toplayan orqana çevrilmişdir. Ehtiyat qida maddəsi toplama. Yarpaqlar şəklini dəyişərək ehtiyat qida maddəsi toplaya bilir. Kələmin alt yarpaqları buna misal ola bilər. Daxili yarpaqları ağ və xlorofilsizdir. Üst yarpağı isə yaşıl rənglidir. Üst yarpaqlarda üzvü maddələr əmələ gəlir. Alt yarpaqda isə ehtiyat qida toplanır. Tumurcuq şəklini dəyişmiş zoğdur. O, cavan zoğların istidən, soyuqdan, küləkdən qorunması üçün bir uyğunlaşmasıdır. İqlim şəraiti əlverişli olan kimi ondan zoğ inkişaf edir. Bitkilərdə əlavə tumurcuqlar da vardır. Onlardan əlavə zoğlar, pöhrələr inkişaf edir. Ağac kəsildikdən sonra onun yerdə qalan kötüyündən pöhrələr əmələ gəlir. Bu pöhrələr əlavə zoğlardır. Onlar başlanğıcını yatmış tumurcuqlardan götürür. Tutucu orqan. Azot çatışmayan torpaqlarda bitən bəzi bitkilərdə yarpaq tutucu orqana çevrilmişdir. Bu bitkilər azota olan tələbatını həşərat tutmaqla ödəyir. Tutucu yarpaqlar şeh çiçəyi, nepenthes, milçək tutan bitkilərində olur. Şeh çiçəyinin yarpaqlarının üzərində yapışqanlı damcılar olan qırmızımtıl tükçüklər vardır. Həşərat parıldayan damcı üzərinə qonan zaman yarpağın ucu qatlanaraq həşəratı tutur. Milçək tutanın yarpaqları ucları çıxıntı şəklində olan iki hissədən təşkil olunmuşdur. Həşərat yarpaqlardan birinə düşən kimi yarpağın dişcikli küncləri tədricən bağlanır. Tropik Asiyada bitən nepenthes bitkisinin yarpağının ucu küpə şəkillidir və ətirli nektara malik olur. Həşərat küpənin kənarına qonarkən sürüşərək küpənin içinə düşür və burada həzm edilir. İndi isə bitkinin yeraltı şəkil dəyişmələrindən söhbət açaq. Deyilənə görə kartof bitkisini İngiltərəyə məşhur admiral Francis Drake gətirmiş və onu bağında əkməyi bağbanına tapşırmışdı. Bitki böyüyəndən sonra bağban onun yaşıl meyvələrini dadıb acı olduğunu bildirir. Admiral bağbana bitkini kökündən çıxarıb atmağı tapşırır. Kolu çıxarmağa çalışan bağban torpağın altında kartof yumrularını
aşkar edir. Onları bişirərək dadına baxır. Onun qiymətli bitki olduğunu başa düşür. Sonradan kartof çox mühüm qida bitkisi kimi geniş yayıldı. Torpaqda olan hissələri yeyilən daha hansı bitkiləri tanıyırsınız? Yeraltı şəkil dəyişmələr, zoğun şəkil dəyişməsi və kökün şəkil dəyişməsi formasında baş verir. Zoğun şəkil dəyişmələri. Bəzən yeraltı zoğların ehtiyat toplaması nəticəsində onun şəkil dəyişmələri yaranır. Şəklini dəyişmiş belə zoğlara kökümsov, gövdə yumruları və soğanaqlara aid etmək olar. Kökümsov, yerüstü zoğlarda olduğu kimi üzərində təpə və yan tumurcuqları, həmçinin şəklini dəyişmiş pulcuğa bənzər yarpaqcıqlar olur. İnkişaf zamanı bitkilər burada toplanan ehtiyat qida maddələrindən istifadə edir. Kökümsov gövdələrə inci çiçəyi, çayır, dəvədabanı, ayrıqotu, gicitkan və sair bitkilərdə rast gəlinir. Gövdə yumruları yeraltı zoğların uc hissəsinin genişlənməsindən əmələ gəlir. Burada ehtiyat halında nişasta toplanır. Gövdə yumrularına kartof və topinamburda, yer armudunda rast gəlinir. Soğanaq. Baş soğanın yeraltı qısa gövdəsi dibcik adlanır. Dibciyin üzərində yarpağın şəkil dəyişməsi olan ətli pulcuqlar vardır. Bu pulcuqlarda su, suda həll olmuş şəkər, həmçinin digər maddələr ehtiyat halında saxlanılır. Yarpağın şəkil dəyişməsi olan quru pulcuqlar soğanağı xaricdən örtərək onu ətraf mühitin əlverişsiz təsirlərindən qoruyur. Dibcikdən əlavə köklər çıxır. Dibciyin üzərində təpə, ətli pulcuqların qoltuğunda isə qoltuq tumurcuqları olur. Soğanaqlı gövdələrə soğan, sarımsaq, dağ laləsi, nərgiz və sair çoxillik bitkilər aiddir. Köklərin şəkil dəyişmələri. Bitkilərin kökləri də ehtiyat qida maddəsi toplayaraq şəkil dəyişmələr əmələ gətirə bilir. Belə köklər tez böyüyərək iriləşir və qeyri-adi xarici görkəm alır. Əgər ehtiyat qida maddələri əsas kökdə, bəzən həm də gövdənin aşağı hissəsində toplanırsa, meyvə kök, əlavə və ya yan köklərində toplanırsa, kök yumruları əmələ gəlir. Meyvə köklərə turpu, yer kökünü, çuğunduru, kök yumrularına isə georgin və qaymaqotunu misal göstərmək olar. Beləliklə, bugün biz bitkilərin yeraltı və yerüstü şəkil dəyişmələri haqqında danışdıq. Sağ olun, gələn dərslərimizdə görüşənədək.